nə vaxtsa bu təbii ki, yerdə qalan Azərbaycanlılar da müstəqilləşəcəklər və Azərbaycanın bütövlüyünü də görəcəyik. Öz taleyimizlə bağlı olan məsələləri çox vaxt araşdırmağa ehtiyat edirik. Bunu gözləyirik, Avropa məsələlərə girsin, sonra da biz sözümüzü deyərik. Azərbaycan quldarlıqdan keçməyib. Azərbaycanda türklər ümumiyyətlə qul xalqı olmayıb, amma bu nə psixologiyadır? Belə qul psixologiyasıdır. Təhsili idarə edən adamlar türk dilində məktəblərin sayını artırmaqdansa, rus dilində məktəblərin sayını artırırlar. Bugün ümumiyyətlə Avropa bizə münasibətdə türk tarixini unutturmağa meyillidir. 2026-cı il həm də 1926-cı il Bakıda keçirilən 1-ci Türkoloji Qurultayın 100 illiyi ilə əlamətlərdir və bu 100 illik təkcə Azərbaycanda yox, bütün Türk dünyasında çox geniş miqyasda qeyd olundu. Azərbaycan Milli Elmlər Akademiyasında vaxtikən o qurultayın keçirildiyi tarixi binada, sonra Mərkəzi Asiya Respublikalarında, Türkiyədə, Azərbaycanda çoxlu elmi, mədəni tədbirlər keçirildi qurultay ilə bağlı, qurultayın 100 illiyi ilə bağlı. Bu hadisənin, bu 100 illik yubileyinin bütün milli, siyasi, sonra elmi tərəfləri Bakıda bir arada, bir yerdə qeyd olundu, bir yerdə toplandı demək olar ki, mədəni cəhətdən Azərbaycan Mədəniyyət Nazirliyinin keçirdiyi tədbir Heydər Əliyev adlı mərkəzdə, sonra akademiyada elmi, deməli o tarixi binada, Milli Elmlər Akademiyasının tarixi binasında bütün Türk dünyasından gəlmiş qonaqların iştirakı ilə böyük elmi deməli müzakirə və elmi müzakirə keçirildi. Amma sonra bu təbii ki, təkcə Bakıda da qalmadı, həm də Qarabağda, Xankəndində, Xankəndi Universitetində davam etdirildi. Əslində bu Türkoloji Qurultay haqqında, Qurultayın 100 illiyi haqqında çox danışmaq olar. Heydər Əliyev mərkəzində keçirilən tədbir özlüyündə Türk dünyasının bir bayramı idi. Orada Türk dünyasının çeşitli bölgələrindən gəlmiş mədəniyyət xadimləri, ümumiyyətlə Türk mədəniyyətinin böyük gözəlliyi bir səhnəyə yığılmışdı, bir səhnədə təsvir olunurdu. Və bu səhnə deyim ki, öz hazırlığına görə, öz belə dərinliyinə görə əhatə elədiyi mənəvi dəyərlərə və məzmununa görə bizim yaxın tariximizin ciddi bir hadisəsi idi. Amma həmin gecənin bir başqa deməli əlamətlər hadisəsi ondan ibarətdir ki, Türkoloji Qurultayın 100 illiyinə bütün Türk dünyasının hər yerindən qonaqlar gəlmişdi öz yerində, amma həm də Türk respublikalarının dövlət başçıları bu tədbirə öz təbriklərini göndərmişlər. 100 illiyin əlamətlər, hadisələr çoxdur. Bu barədə çox danışmaq olar. Amma qısaca onu deyim ki, vaxtikən Qırğızistan, Qazaxıstan, Türkmənistan vilayətləri, Türkiyənin ucqarları, Rusiya imperiyasının ucqarları sayılan əyalətlər, vilayətlər bu günləri artıq Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan adlı 4 dövlətə çevrilib və bu biri istisna bütün bu dövlətlər Bakıdakı tədbirdə iştirak edirlər. Mədəniyyət Nazirliyinin keçirdiyi bu böyük, möhtəşəm tədbir sonra dediyim kimi Qarabağda davam etdirildi və çox əlamətdar bir hadisədir ki, Türk dünyasının çeşitli bölgələrindən gələn qonaqlar Qarabağda görülən bütün quruculuq işlərinə şahidlik elədilər. Orada bir daha mədəniyyətimizin nə qədər bir-birinə yaxın olduğunu gördülər. Türk respublikalarının da həm də Qarabağda Azərbaycana yardım məqsədi ilə gördüyü işlərlə tanış oldular. Bizim yeni qurulmuş universitetimizə getdilər və s. Birinci qurultayın bilirik ki, əsas məqsədi ərəb əlifbasının qəbulu idi. Ərəb əlifbası ideyası yeni deyil. Mirzə Fətəli Axundzadə hələ vaxtikən 19-cu əsrin ortalarında bu məsələ ilə bağlı öz təkliflərini irəli sürmüşdü. Hətta İstanbula gedib Osmanlı İmperatorluğunda bu məsələni qaldırmışdı. Təəssüf ki, oradan bir orden alıb qayıtmışdı. Yəni, bu təklif qəbul olunmamışdı. 26-cı ildə də Osmanlı İmperatorluğu yerinə kurulan Türk
Cumhuriyyəti əlifba məsələsində biraz sakit yanaşmışdı. Türk Cumhuriyyəti ümumiyyətlə gözləyirdi ki, başqa Türk respublikaları bu məsələdə öz fikirlərini aydınlaşdırsınlar. Ondan sonra Türkiyə mövqeyini bildirəcəkdir. Çünki Türkiyə bu məsələdə Türk birliyinin pozulmasını istəmirdi. Birinci qurultayda ərəb əlifbasından başqa həm də Türk dövlətlərinin və Türk xalqlarının tarixi, sonra ana dili məsələsi, yurd bilgisi, ondan sonra deyək ki, orfoqrafiya, terminologiya, imla, etnografiya məsələlərdə müzakirə olmuşdur. 100 ildən sonra biz artıq, yəni bugün ən maraqlı cəhətlərdən biri budur ki, bugün artıq təkcə əlifba məsələsindən danışmırıq. Əlifba məsələsi də müzakirə olunur və vahid bir əlifba qəbul olunub Türk dünyası üçün. Amma bugün artıq yəni respublikalar var, dövlətlər var. Köhnə Sovetlər Birliyinin bir əyalətində Bakıda keçirilən qurultayın əvəzinə bugün müstəqil Azərbaycan dövlətində, həm də Türk dünyasının mərkəzində yerləşən Azərbaycanda bizə 10 milyon az gəlir, 10 milyonluq Azərbaycan necə olur bu boyda Türk dünyasının əsas deyək ki, tribunasıdır, sözünün deyildiyi bir məqamdır, maraqlarının toqquşduğu bir məqamdır. Amma əslində Azərbaycan ən azı 50 milyonluq bir Azərbaycan türklərinin dövlətidir. Nə vaxtsa bu təbii ki, yerdə qalan Azərbaycanlılar da müstəqilləşəcəklər və Azərbaycanın bütövlüyünü də görəcəyik. Vaxtikən biz 1992-ci ildə Kıbrısda Türk dövlətlərinin parlament assambleyasının yaranması ideyası ilə çıxış eləmişdik. Onda Türk dövlətlərindən, yeni qurulmuş dövlətlərdən bir neçə millət vəkili gəlmiş dərəsindən və bizim ideyamızdır ki, bir vahid parlament yaransın. Sonra elə bil mənim boynuma düşdü, o respublikalarla əlaqə yaratmaq. Mən Qırğızstana getdim, Qazaxıstan, Özbəkistan, Azərbaycan təbii öz yerində, amma həm də Türkiyədə, Böyük Millət Məclisində Türk parlamentinin yaranması ideyası ilə çıxış elədik. Üstündən 15 il keçəndən sonra yalnız o parlament yarandı. Bu öz yerində, amma təkcə parlament deyil. Bugün Türk dünyasının akademiyası, beynəlxalq akademiya var, Türksoy var, mədəniyyət mərkəzi, sonra müxtəlif birliklər var, deyək ki, bugün rəsmi və qeyri-rəsmi mədəniyyətin müxtəlif sahələrində Türk dünyasını birləşdirmək istəyən bir deməli təşkilatlar, bir sistem var və bu sistem ildən ilə genişlənir. Türkologiya deyəndə ilk növbədə elm ağlımıza gəlir və təsadüfi deyil ki, Köhnə Sovetlər Birliyində Azərbaycanın rolu nəzərə alınaraq Türkologiya, Sovet Türkologiya jurnalı da Bakıda nəşr olunurdu. Türk birliyi ideyasına görə bəlkə də deyək ki, qınayanlar, güya Türk milliyyətçiliyi təbliğatı apardı, qınayanlar ola bilər. Amma demək istəyirəm ki, əslində Türkologiyanın əsasını nə Türkiyədə qoyublar, nə Azərbaycanda qoyublar, nə hətta Köhnə Sovetlər Birliyi və yaxud ondan əvvəlki deyək ki, Rus imperatorluğunda qoymuşlar. Türkologiyanın əsası Fransada, İngiltərədə, Macaristanda, Almaniyada qoyulmuşdu, sonra Rusiyada gəlmişdi. Və biz əslində təəssüf ki, özümüzün deyək ki, öz taleyimizlə bağlı olan məsələləri çox vaxt araşdırmağa ehtiyat edirik. Bunu gözləyirik. Avropa məsələlərə girişsin, sonra da biz sözümüzü deyərik. Türkçülüyün əsaslarını yaradan və bu arada kitab yazan Ziya Gökalp deyirdi ki, türkçülük turan millət, Türk millətinin yüksəlməsi deməkdir. Bunun da əsas yolu xalqa yaxınlaşmaq, Türk vicdanını qüvvətləndirməkdir, şərq-qərb dialoqunu genişləndirməkdir, vətən əxlaqını və milli təsanüdü, yəni milli həmrəyliyi, vətəndaş həmrəyliyini, milli birliyi gücləndirməkdir. Bu Ziya Gökalpın fikri idi və güman edirəm ki, bugün keçirilən türkoloji seminarlar, konferanslar, görüşlər, sonra 100 illik yubileyin anım mərasimi, bütün bunların hamısı əslində o milli həmrəyliyi, Türk birliyini gücləndirməyə xidmət edir. Biz keçdiyimiz yolu, tariximizi, yaşadığımız faciələri filan öyrənəndə, amma əslində bizim keçdiyimiz yol, Türkologiyanın yolu, bütün dünyanın keçdiyi yoldur. Dünya
əslində türk hardan başlayıbsa, dünya hardan başlayıbsa, türklər də oradan başlayıblar. Türklərin tarixi bugün araşdırıldıqca, sonra bunun bütün qolu qanadı araşdırıldıqca Türkologiyanın və türk varlığının nə qədər qədim olduğu və dünyada nə qədər böyük izlər buraxdığı daha aydın görünür. Ona görə də biz əslində ən böyük borcumuz Türkiyənin dünyaya səpələnmiş, 3 qitəyə səpələnmiş Avrasiya, Afrikanın şimalına və hətta Amerika qitəsinə səpələnmiş türk qırıntılarını toplayıb bir yerə, onları birləşdirmək və öz keçdiyimiz yolu daha aydın dərk eləməkdir. Ona görə də bugün bu atılan ilk addımlar düzgün dərk olunmalıdır. Bəziləri qorxurlar ki, amandır, buna Turan yaradırlar, bu ermənilərin təbliğatıdır. Bu Moskvanın tez-tezlə gətirdiyi təbliğatdır. Əksdə bizə qarşı olan təbliğatdır. Bunlar birləşirlər, hətta onların siyasiləri bu barədə Jirinovski vaxtıkən barbar bağırırdı ki, bunlar birləşəcəklər, Turan yaradacaqlar falan nə. Ona görə də bu Turan yaratmaq əslində Turan təzə bir şey deyil ki, biz seçeneği yaratmırıq. Firdevsinin Şahnaməsində 2600 il bundan öncə bu bölgədə bir İran, Persiya əslində və bir də Turan varlığından danışılır. Turan olub həmişə və bu gün də var. Özünü ifadə imkanları olmayan bir vaxtda belə İranın tərkibində həmişə türklər yaşayıb, sayları farslar qədər var. Anadolu'da türklər yaşayıb, Suriyada, İraqda, Mərkəzi Asiyada türklər yaşayıblar. Bunlar Turan deməkdir və bu Turan olub və bundan sonra da olacaq. Yəni ən azı bizi Turanı sevməyən, türkləri sevməyən Firdevsinin Şahnamə əsərində belə Turan varlığının 2700 illik tarixindən danışılır. Türkologiya Qurultayının 100 illiyi nəsr olmuş 2 həm jubiley tədbirində, həm də akademiyada ilk birinci tədbirdə çıxış eləmişdim. İkinci tədbirdə yenə akademiyada keçirilən deməli və Türk dünyasının hər yerindən gələn qonaqların iştirakı ilə keçirilən yığıncaqlarda çıxış elədim. Orada demişdim ki, Türkologiyanın bir neçə ciddi məsələsi var, hələ də həllini gözləyir. Onlardan biri türklərin ana yurdu məsələsidir. Bəlkə də bu bir ayrı söhbətdir. Ayrı bir söhbətin mövzusudur daha doğrusu. Amma qısaca onu deyim ki, Türkologiyanın ən ciddi məsələsi budur. Türkləri hələ də bəziləri Monqolistandan, nə bilim, Altaylardan baş qaldırıb, yenisi hövzələrdən baş götürüb, gəlib və bütün Türkiyəyə, Türk dünyasına yayılmış, indiki Türk dünyasına yayılmış, Mərkəzi Asiya, Anadolu'ya yayılmış bir irq və biraz da deməli köçəri hesab edirlər və bu deməkdir ki, Türklər Anadolu'ya gəlib Malazgirt savaşından sonra günün birində yenə buradan qayıdıb gedə bilərlər. Çox yanlış düşüncədir. Çünki son araşdırmalar göstərir ki, Türklərin buradakı tarixi təxminən Şumer tarixi ilə paraleldir və bu öyrənilməlidir. Mən bu barədə hətta 1985-ci ildə yazdığım ömür kitabında qeydlərim var idi. Bugün sevinirəm ki, bu məsələyə dönüş başlayıb və türklərin bir ana yurdu, deyək ki, Altaylar sayılırsa, bir ana yurdu da Urmi hövzəsidir və bu iki coğrafiya arasında bunlar gedib gəliblər və burada təkcə köçərlik həyatı yaşamayıblar, köçəri həyatı yaşamayıblar, həm də böyük oturaq mədəniyyət yaradıblar. İkinci məsələ mənim təfəkkürümdə, mənim düşüncəmdə budur ki, türklər öz milli kimliklərini dərk eləmək, öz tarixlərini öyrənmək sahəsində hələ də bir çox deyək ki, çətinliklərlə üzləşirlər. Bu çətinliklərin çoxu öz içimizdəki maneələrlə bağlıdır. Özümüzə bəzən əngəl törədirik. Məsələn, mən çıxışımda burada da dedim, türklərin milli kimlik məsələsinin bir xırda hissəsi, o da deyək ki, milli soyad məsələsidir. 30 il keçir, Azərbaycanda da, Türk respublikalarının çoxunda hələ türklər öz milli soyadına qayıda bilmir. Bu nədir? Bu nədir? Bu, məsələn, Azərbaycanda bu qədər milli dövlətdir, Türk birliyindən danışırıq. Amma Azərbaycanda bir dənə deyək, bir neçə türk məktəbi var, amma onlarla rus məktəbi var. Onda nə cür olur? Biz başa düşmürəm, hansı yolu tutub gedirik? Azərbaycan prezidenti deyir, bizim ailəmiz türk birliyidir, amma bizim məktəbləri təhsili idarə edən adamlar
Türk dilində məktəblərin sayını artırmaqdansa, Rus dilində məktəblərin sayını artırırlar. 34 il bundan əvvəl Azərbaycan Məclisi bir qərar qəbul eləmişdi ki, milli soyadlar dəyişilə bilər. Yəni o bizim deyil, bu Rus imperiyasının və sonra Sovet imperatorluğunun, belə deyək ki, Sovet İttifaqının bizə acı bir yadigardır, xatirəsidir. 34 il bundan əvvəl qərar qəbul olunub, hələ də xalq, hətta doğulan uşaqlara, məktəbə gedən uşaqlara belə bugün soyad dəyişmə imkanı vermirlər. Bu nə deməkdir? Mən orada dedim, qurultayda, deməli, akademiyada keçirilən yığıncaqda hesab edirəm ki, bu elə qulluqdur, quldarlıqdır. Azərbaycan quldarlıqdan keçməyib. Azərbaycanda türklər ümumiyyətlə qul xalqı olmayıb və qul saxlamağı da sevməyiblər. Amma bu nə psixologiyadır? Bu elə qul psixologiyasıdır. Sənə heç kim mane olmur, soyadını dəyişmirsən. Sənə heç kim mane olmur, sən öz dilində oxumaqdansa kənar dildə oxursan. Kənar dildə məktəblərin sayına öyülürsən. Bu nə deməkdir? Ona görə də bunlar da türkologiyanın ümumi problemləridir və hesab edirəm ki, bu 100 illikdən sonra qəbul olunan qərarlar, ondan sonra türk birliyi ilə bağlı irəli sürülən gözəl perspektivlər, gözəl ideyalar falan, bunlar hamısı bizim bu problemlərimizi həll etməyə imkan yaradacaq. Bugün Çin güclənir və qərbə doğru genişlənir. Bugün Rusiya köhnə Sovet deməli ittifaqını bərpa eləmək iddiasından, həvəsindən əl çəkməyib. Bugün İran öz ərazisində olan farslardan çox türkləri assimilyasiya ilə məşğuldur. Bugün Ermənistan bizim bütün tariximizə saxtakar tarix yaradıb bizim tariximizə yiyələnməklə qürur duyur, buna sevilir. Bugün ümumiyyətlə Avropa bizə münasibətdə türk tarixini unutturmağa meyillidir. Hind-Avropa mədəniyyəti adı altında köhnə türk mədəniyyətlərinin hamısını mənimsəyirlər. Skript mədəniyyətini, Qıpçaq mədəniyyətini, Avrasiyada yaranmış böyük mədəniyyətləri, hamısını ya İran mədəniyyəti, ya Pers mədəniyyəti, ya Avrasiya mədəniyyəti, ya deyək ki, Hind-Avropa mədəniyyəti altında mənimsəyirlər. Burada biz tək-tək bu böyük axının qarşısında dayana bilmərik. Yeganə yolumuz türk birliyidir və bu mənada Türkologiya qurultayının 100 illiyi çox böyük bir tarixi hadisə oldu və güman eləyirəm ki, bizim həm elmimizdə, həm mədəniyyətimizdə yeni bir dövrün başlanğıcı olacaq. Çünki məsələn mən bizim Heydər Əliyev mərkəzində Türk respublikalarından gəlmiş mədəniyyət xadimlərinin birgə çıxışlarına baxdım. Gördüm ki, bu Eurovision'lə, başqa dünyadakı müxtəlif mahnı və mədəniyyət bayramlarından 10 qat güclüdür və 10 qat koloritlidir, 10 qat gözəldir. Biz bu birliyin, bu zənginliyin qədrini bilməliyik və bunu inkişaf elətdirməliyik.